Sizi bilmirəm, mən sizdən öncə çox darıxmışdım. Sizin doğma yüzləriniz üçün, sizin xoş təbəssümləriniz üçün çoxdan belə görüşlər keçirilmir. Ona görə mənə elə gəlir ki, belə görüşlər tez-tez keçirilməlidir. Çünki insana insan edən əslində belə könül bağlarıdır. Könül bağları olmasa yaşamağın nə mənası var? Biz qələm sahibləri, yazıcıları üçün oxucularla görüş qədər əhəmiyyətli, bundan gözəl, bundan yadda qalan heç nə ola bilməz. Çünki siz təsadüfi dostlar deyilsiniz. Biz həyatda dostlar da itiririk, yaxınlarımız ələkdən keçir yavaş-yavaş. Amma əsl kitab dostları, o dostlar ki, onları biz ruhumuzun ihtiyacından tapmışıq. Bizim yazılarımızdan sonra siz bizə yaxınlaşmışsınız, o dostlar əbədidir. Və ona görə belə dostlarla görüşlər bizim üçün çox əhəmiyyətlidir. Şəxsən mənim üçün həyatda oxucularımla görüşdən dəyərli heç nə ola bilməz. Bilirsiniz niyə görə? Yazıcılar ürəklərinin ən dərin hisslərini, ən gizli sirlərini, ən gözəl arzularını belə doğmalarından gizlədə bilərlər. Amma kitablar gizlətməyi sevmir. Kitablarda oxucu bütün varlığı ilə, bütün ruhu ilə onu oxuyanın qarşısında canlanır. Bu mənada belə görüşlərin əhəmiyyəti çoxdur. Mənim bu kitabım, Həsrətimin ünvanı kitabı böyük bir məhəbbət haqqındadır. Böyük sevgi. Mən bu sevginin ünvanını oxucularıma bir daha anlatmağa çalışmışam. Bu sevgimin ünvanı mənim doğulu, boya başa çatdığım Qusardır. Qusarda keçən xoşbəxt uşaqlıq çağlarımın xatirələrinin qoynunda mən gələcəyə bir ekskurs eləmişəm. O ötən illərin o gözəlliyi, şirinliyi fonunda bugünkü günlərin əziyyətini, bugünkü günlərin həsrətini, bugünkü günlərin bizim mənəviyyatımızda əmələ gətirdiyi mənəvi çatları göstərməyə çalışmışam. Və mənə elə gəlir ki, mənim ən böyük qazancım onda olacaq ki, bu kitabı oxuyub qurtarandan sonra hər bir oxucu özünə belə bir sual verəcək ki, biz nəyi itirdik? Biz niyə itirdik? Biz nələri itirməməliydik və biz nələri qorumalıyıq? Və bu sualları mənim oxucularım özlərinə versələr, mən özümü xoşbəxt hiss edərəm, fikirləşərəm ki, mən istədiyimə nail oldum. Çünki bizim məqsədimiz mənəviyyatımızın o gözəl çağlarını, mənəviyyatımızın o zənginliklərini təzədən yaddaşlara qaytarmaq, yenidən insanların fikirlərini, düşüncələrini o xoş anlara qaytarmaqdır. Bilirsiniz, ümumiyyətlə, yazıcılar üçün, bilmirəm, başqa yazıcılar necə yazırlar. Şəxsən mən yazmaq xatirinə, əlimə qələm götürmək naminə qələm götürməmişəm. Mənim hər bir kitabım ürəyimin çırpıntılarıdır və onları mən ürəyimin diktəsi ilə yazmışam. Hər bir ana öz övladını sevə-sevə, ümidlər bəsləyə-bəsləyə, arzular bəsləyə-bəsləyə qaranlıqdan işığa necə çıxarırsa, mən də öz kitablarımı o cür ərsəyə gətirirəm və ona görə fikirləşirəm ki, mənim ürəyimin döyüntüləri əgər oxucunun ürəyində döyünürsə və o mənim əks sədamı öz xəyallarında yaşada bilirsə, deməli mən nəyəsə nail olmuşam. Biz yazıcılar öz dövrümüzün salnaməçiləriyik. Düzdürmü Bədədaş müəllim, razı olar məndən? Hər bir yazan adam əslində öz dövrünün salnaməsini yaradır. Bugün bizim bəlkə də əhəmiyyət vermədiklərimizə uzun illər sonra tarixçilər, yazıcılar, adi oxucular başqa gözlə baxacaqlar. Onlar bizim yazdıqlarımızı cümlə-cümlə, sətir-sətir izləyəcəklər və dövrün havasını, dövrün əhval-ruhiyyəsini, dövrün çətinliklərini
dövrün gözəlliklərini həmin əsərlərdən axtarmağa çalışacaqlar. Bu gələcəkdə olacaq. Hələlik isə biz yazırıq. Çünki yazmaya bilmirik. Çünki yazmalıyıq. Yazmalıyıq ki, yaddaşlarımızda gözəllik, məhəbbət, mərhəmət, sevgi, vətənə bağlılıq hissləri möhkəmlənsin. Yazırıq ki, biz öz övladlıq borcumuzu, vətəndaşlıq borcumuzu, ziyalılıq borcumuzu, qələm sahibi kimi borcumuzu yerinə yetirək. Çox sağ olun əziz dostlar, çox sağ olun ki, belə çətin vaxtda deməli, imkan tapıb, macal tapıb görüşə gəlmişsiniz və öz, necə deyərlər, gəlişinizlə bizim məclisimizə sevdiyim üzlər var və bizim qonaqlarımız da var. Qonaqlar, biz əvvəl qonaqlarımızı təqdim eləməliyik. Qalan biz hamımız bir ailənin üzvləriyik, mən belə hesab edirəm. İllər boyu bu təqdimatları keçirdirik. Amma bizim gözəl bir qonağımız var. Azərbaycanda Dağıstanın nümayəndəsi Əliyar Abdullayev. Və çox sevindim ki, Əliyar müəllim özü bu tədbirdə iştirak eləmək istədi. Mən onunla görüşmüşəm və onun haqqında onunla müsahibə də aparmışam və bu insanla müsahibə aparmaqdan sadəcə zövq almışam. Çünki zəngin ruhlu, çox səmimi bir insandır. Biz ona söz verəcəyik ki, mütləq. Və Samur Milli Mərkəzinin rəhbəri buradadır, İmran Rızayev. Və Samurun İdarə heyətinin üzvləri Afər Əliyev və Natiq Əliyev buradadır. Bu tədbirdə mənim tələbə yoldaşlarım var və o tələbə yoldaşlarımın zirvəsində dayanan bir insan var ki, onsuz mən heç bir tədbiri keçirtmirəm. Çünki o mənim tək tələbə yoldaşım yox, biz ondan öyrənirik. Azərbaycan jurnalistikasının qaymağı və Azərbaycan jurnalistlərinin müəllimi mən onu hesab edirəm. Əli Şamil və onun həyat yoldaşı, gözəl jurnalistimiz Atiyelia xanım. Uzun illər bərabər yol gedirlər mətbuatın gözəl izləri ilə. Və bu tədbirdə çox gözəl mənim şair dostum iştirak edir, Beydadaş Cəfərli, alovlu şair. Azərbaycanda ondan alovlu şair görməzsiniz. Və çox gözəl hamını mən təqdim eləyə bilməyəcəyəm. Və bir nəfər mən tənqidçini də qeyd edəcəm, əlbəttə çox gözəl bir jurnalist dostum, mənim adaşım Sədaqət Kamal. Çox gözəl və onun tənqidi yazılarını, resenziyalarını çox dəyərləndirirəm və mənimlə bağlı yazdığı yazılarına da çox böyük dəyər verirəm. O cümlədə mənim jurnalist həmkarım Nəzakət Kərimova buradadır. Bilirsiniz, o hamı əzizdir, amma burada bir adam var, öz bütün deməli varlığı ilə, öz bütün fəaliyyəti ilə çoxlarına, gələcək nəslə, indiki gənclərə örnək olacaq biridir. Azərbaycanın hər tarixinə qızıl hərflərlə adını yazmış Şuşa Fatihi, polkovnik bizim Rəşad Aslanov. Şuşaya bizim bayrağımızı sancanda biz sevincdən orada necə ağlamışdıqsa mən o hissləri təkrarlaya bilmirəm. Çoxlu dostlarım var əlbəttə. Jurnalist dostum Beybala müəllim buradadır. Samur Suvar Ləzgi ansamblının bədii rəhbəri Zavir buradadır, Zavir Ləcəfov. Suvar ansamblının solistləri buradadır, mənim Ləzgi bülbülləri adlandırdığım Cəvahir, Elvina, Roza. Çoxlu dostlarım, yeri gəldikcə mən sizi təqdim edəcəyəm. Bu görüş və əlbəttə əziz dostlarımdan biri, mən ona söz verəcəyəm onsuz da. Mən Talış xalqının ziyalı oğlu, Azərbaycanın hüquq müdafiəçisi, alim Hilal Məmmədov. Təşəkkür edirəm. Bir yadına düşdükcə hamınızı təqdim edəcəyəm. Bizim bugünkü
tədbirimiz kitaba həsr olunub və ona görə çox rəsmiyyətdən uzaq. Mən rəsmi çıxış elədim ki, sizin yükünüzü azaldım. Burada səmimi söhbətlər olacaq. Kim istəsə elan olunmadan bax bura çıxacaq və mən onlar Ну что сказать о Светлане Керимовой? Итак, все знают, что она выдающаяся писательница, композитор и общественный деятель. Она и писательница, и журналистка, и публицистка, и поэтесса, и драматург, и переводчица, и композитор. Могу больше от себя говорить, что она просто красавица. Главный смысл ее программы жизни творчества – сохранение, развитие и популяризация родного языка и богатой культуры лезгинского народа. Светлана Керимова – истинный патриот своего народа, чье творчество охватывает все сферы искусства и журналистики. Она посвятила жизнь тому, чтобы лезгинский язык, музыка и традиции звучали гордо и не были забыты новыми поколениями. Главное ее достижение журналистики и просвещения. С 1997 года она является бессменным главным редактором уникальной газеты «Самур», которая выходит на 3 языках и стоит на страже исторической памяти лезгинского народа. Она автор более 9 тысяч статей и очерков. К сожалению, эта газета по известным причинам вот уже 3-й год не выходит в бумажном варианте. В области литературы и поэзии Светлана Керимова известна как автор около 40 книг прозы и поэзии на лезгинском, азербайджанском и русском языках. Ее стихи пронизаны глубокой любовью к родному краю, матери и предкам. В области музыки и кино она создала народный ансамбль «Сувар» и написала более 100 песен. Кроме того, она выступала режиссером и композитором известных художественных фильмов на лезгинском языке, таких как «Холодное солнце». Представьте себе, у этого фильма на 3 языках было почти 21 миллион просмотров, что вдвое превышает численность населения Азербайджана и в 7 раз численность населения Дагестана. Следовательно, эту картину смотрели по всему миру. Кстати говоря, Светлана Керимова удостоена высшей госнаграды Республики Дагестан, ордена за заслуги перед Республикой Дагестан. Как видим, многогранный Светланы Керимовой талант доказывает, когда человек искренне любит свою родину, ему подвластны любые творческие вершины. Она не просто сохраняет культурное наследие лезгин, а передает ее будущим поколениям, укрепляя национальную идентичность. Что же отражает ее жизненный кредо? Она сама ответила на этот вопрос. Завешена мне предками речь, родное слово и родную речь. Я только эхо краткое, лишь нота в мелодии лезгинского народа. Спасибо, я благодарю. Нам будет приятно услышать Костина.
Уважаемый Садигат Ханович, дорогие друзья, во-первых, я хочу сказать, что это огромная честь, и говорю вам спасибо за приглашение на столь значимый вечер. Я хочу поблагодарить вас за ваше творчество, многогранное творчество, которое отражает дружбу, братство, взаимопонимание между народами Азербайджана и Дагестана. Я только что отметил о награде, которую получил Садигат Ханум, указом главы Республики Дагестан 15 февраля 2014 года. Садигат Ханум была награждена орденом за заслуги перед Республикой Дагестан. Это самая высокая награда, которая имеет Республика Дагестан. Я понимаю, я хотел бы разъяснить. Хочу сказать, что в Дагестане вас знают, чтят и любят. Только что было отмечено, что даже если на бумажном носителе ваших произведений, имеется в виду газеты «Самудинку», но электронные средства массовой информации сегодня позволяют практически по всему миру читать и смотреть ваши произведения, творчество, знакомиться. Я, знаете, уже изучаю, уже знакомлюсь, смотрю ваши фильмы, читаю ваши книги и выражаю вам искренние слова благодарности и признательности, что в ваших произведениях прежде всего отражается гармония, красота, значит, патриотизм и самое главное вдохновение читателей и кто смотрит ваши значит, фильмы. Уважаемый Садигат Ханум, я желаю вам вашей многогранной творческой деятельности дальнейших успехов. Вы понимаете, редко сегодня можно найти деятеля искусства, который творит на 3 языках, на русском, на лезгинском, на азербайджанском. И причем это настолько профессионально, что никто не может различить отличия. Ну, по крайней мере, в моей памяти, в моей истории таких людей я не встречал. Поэтому эта уникальность вашего творчества, она во благо укрепления дружбы и братства и взаимопонимания между народами и как в Азербайджане, так и в Дагестане. Огромное вам спасибо, дальнейших творческих успехов и дай Бог вам здоровья и исполнения всех творческих замыслов.